Allah həmd olsun, bu video seriyasının sonuna çatdıq. İlk videonu 8 ay bundan qabaq çəkmişdim. Deməli qismət bugünə imiş. Bu sözlərin hər birinin öz dəyəri var və hər birinə əməl olunması gərəkir. Birinə laqeyd yanaşsan, bu digərlərinə də avtomatik olaraq təsir edəcək. Bir daha qeyd edim ki, bu sözlərin belə adlanması sadəcə formal xarakter daşıyır. Bunların nə məna ehtiva etdiyini bilmək üçün videoları izləməlisən. Bu sözlərin ən başında telefondan düzgün istifadə etmək gəlir. Əgər telefonla həddindən artıq çox məşğul olsan və deyilənlərə əməl etməsən, digər sözləri də pozmağa başlayacaqsan. Məsəl üçün, gecə gec yatdığına görə sübh namazına oyana bilməyəcəksən. Sübh namazından sonra yerini yığmaq lazım olduğu halda bunu etməyi ərnəcəksən və ya səliqəsiz şəkildə edəcəksən. Bədənin bütün günü oturaq vəziyyətdə qaldığına görə idman etməyə həvəsin olmayacaq. Telefonla ingilis və rus dili öyrənmək əvəzinə mənasız videolara baxacaqsan. Halbuki həmin vaxt ərzində ixtisasına uyğun kitab oxuya və ya video hazırlaya bilərdin. Günün sonunda peşman olacaqsan. Çünki artıq reysdən çıxmısan və geri qayıtmaq əvvəlkindən daha çətin olacaq. Amma nə fayda? Nəfsin səni tamamilə məhv etmək istəyir. Evdə səndən iş tələb olunacağını düşündüyünə görə bütün günü şəhərdə olacaqsan. Buna görə də əlində olan pulu yollara və küçə yeməklərinə xərcləyəcəksən. Qazlı içkilər, semiçka, şokolad və dişlərə, mədəyə zərər verən qidalar qəbul edəcəksən. Pulun bitəndən sonra dostların toplaşdığı yerlərə gedəcəksən ki, bəlkə pulsuz nəsə əldə edəsən. Bu sözləri pozduğunun fərqinə varacaqsan, lakin bu səndə gərginlik yaradacaq. Başlayacaqsan dırnaqla oynamağa, barmaqlarını şaqqıldatmağa. Bununla yanaşı artıq 14-cü sözə aid olan qaydaları da pozmağa başlayacaqsan. Həftədə bir dəfə evi yığışdırmalı olduğun halda bunu da etməyəcəksən. Telefonda insanların lüks həyatını və çox çalışmasını göstərən videoları izləyib qısa müddətlik motivasiya alacaqsan. Amma bu motivasiya səni yerindən qaldırmağa bəs etməyəcək. Namazları vaxtında qılmayacaqsan. Nə telefonu buraxmaq istəyəcəksən, nə də namazı. Amma ikisi birlikdə getməyəcək. Oyanandan sonra hər şeyin düzələcəyi ümidi ilə günün çox hissəsini yuxuda keçirəcəksən. Günaha meyl edəcəksən. İnsanlar səni tərifləyəndə isə özünün əsl halını bildiyin üçün daxilində ikiyüzlülük hissi yaranacaq. Allah mərhəmətlidir və günahlarını örtəcək, lakin sən israr etməkdən əl çəkməyəcəksən. Artıq normal bir rutinin olmadığından yemək qaydalarına da əməl etməyəcəksən. Elədiyin yanlış əməllər sənə həftədə 2 dəfə çinməli olduğunu da unutduracaq. Eləməli olduğun gündəlik işləri də etməyəcəksən və ya başqa günə ertələyəcəksən. Halbuki bilirsən ki, o gün Allahın izni ilə gələcək. Amma sən o günü görəcəksən ya yox, bəlli deyil. Eyni zamanda görsən belə, həmin günün də öz hökmü olacaq. Tək əməl etdiyin söz kimi kompleksiz olmaq qalacaq. O da heç kimi vecinə almadığına görə olacaq. Şuurlu şəkildə yox. Eyni qayda ilə utancaq da olmayacaqsan. Sadəcə sırtıq olacaqsan. Halal yolla pul qazanmaq sənə çətin görünəcək. İmanın zəiflədiyi üçün insanların haram iş təklifləri sənə təsir edəcək. Belə davam etdikcə heç bir qayda qanuna ehtiyacın olmadığını düşünəcəksən. Daha doğrusu bu fikri sənə şeytan verəcək. Azad olacağını zənn edəcəksən. Bu hal üzrə qaldığın müddətdə hamısını pozsam da yalan danışmaram dediyin sözü belə şeytan sənə pozduracaq. Senari hər dəfə eyni cür təkrarlanır. Yerdə qalan digər sözlərə də əməl etməyəcəksən. Ən sonda isə qəlbin qaralacaq. Peşman olsan belə gözündən yaş axmayacaq. Belə insan sonra necə qorxaq olmasın? Belə olan halda ləzgi olmağın və ya bu dildə danışa bilməyin də sənə kömək etməyəcək. Buna görə səbirli olmaq lazımdır. Sən haqla məşğul olmasan, batil səni məşğul edər. Nəfsi tərbiyə etmək yolunda çalışmaq lazımdır. Daim Allahın səni gördüyünü unutma. Gecə ibadətinə qalxmağa çalış. Qeybətdən, lazımsız insanlardan uzaq durub öz işinə fokuslanmaq lazımdır. Əməllər sözlərdən daha dəyərlidir. Zərurət olmadıqca ehtiyacın olmayacaq bir şeyi heç kimdən istəmə. Allahdan isə sənə fayda verəcək elmi istə. Sağlamlığına fikir ver. Günün, həftənin və ayın sonunda özünə hesabat ver. İnsanların dünya üzərində gəzmələri, gecə həyatları və lüks maşınları səni aldatmasın. İnsanları bir-birindən fərqləndirən əsas xüsusiyyət qadın və ya kişi olmaları deyil, imanlı və ya imansız olmalarıdır.